Salamlar olsun hər kəsə. Ordubadın Kənd Həyatı kanalından hər kəsi salamlayırıq yenə. Firuzə xanım gəlib təftişə. Yoxlama gəlibdi limon bağına. Zahid müəllimin limon istixanasıdır. Bax gör Firuzə, bir çatışmayan bir şey yoxdur. Hər şeyin tam eləyibdi müəllim. Bax gör, yaxşı qulluq eləyibdi. İndi olar da, bir də o bilməz nə çatışmır. Hə də, əlbəttə, bizdə bir yerdə olmaz ki. Onda o zaman Ordubad limonu olmaz o. Ancaq dibçəkdə. Anlamışlar bunlar yerdə. İndi o limon bundan fərqli orada. Dibçək limonu, əlbəttə ki, bu işi bilən adamlar bilir ki, Ordubad limonu dedinsə, dibçəkdə olan limon nəzərdə tutulur. Yaxşıdır Firuzə, qulluq yaxşıdır. Necə? Yaxşı. Aha, limon. Bax, belə gözəl limonlar. Ordubad iski. Maşallah olsun, Allah bərəkətin versin. Gözəl. Zahid müəllimin əməyi ilə hasilə gəlib hamısı. Rı yazılanlar səndir. Hə, yaz, hə, o da böyük hərflərlə. R, Roma, Rahim. Eyni zamanda mənim adaşımdır, həm də dadaşıq. Zahid müəllimin oğludur, böyük oğlu. Rahim, mənim də adım Rahimdir, onun da adı Rahimdir. Çox gözəl. Əla. Aha, Firuzə barmağı ilə toxunur, incələyir, baxır görsün. Hər şeyi qaydasındadır ya yox, vitaminləri, mineralları. Kimsə mənə zəng vurur. Allah Allah. Vaxt tapıblar zəng vurmağa. Çox sağ olun, hər kəsi bir daha salamlayıram. Allah əmanət olun.